Sual verən soruşur: qəlbi islah etməyin yolları hansılardır? Şeyx cavab verir: qəlbin islah olunması çoxsaylı səbəblərə bağlıdır və bu, yalnız Allahın yardımı ilə mümkündür. Birincisi, gözəl şəkildə Allaha dönməkdir. Çünki sənin qəlbin Allahın əlindədir. Necə ki, Peyğəmbər Allahın ona salavat və salamı olsun, səhih hədisdə buyurmuşdur: elə bir qəlb yoxdur ki, Rəhmanın barmaqlarından iki barmağı arasında olmasın. O, qəlbi istədiyi kimi çevirər, istəsə onu hidayət edər, istəsə azdırar. Qul Allahla olan əlaqəsini yaxşılaşdırmalı, Allaha olan ümidini, etimadını və təvəkkülünü gücləndirməlidir. O, qəlbinin islah olunması üçün israrlı şəkildə Allaha dua etməli, Allahdan qəlbini islah etməsini və nəfsinin şərindən qorumasını istəməlidir. Bəndə daim Allaha üz tutmalı və qəlbin islahı kimi mühüm bir məsələdə yalvararaq ondan istəməlidir. Buna görə də vurğulamaq lazımdır ki, bu mövzuda Peyğəmbər sallallahu aleyhi və səlləmdən çoxlu, əzəmətli və dərin mənalı dualar rəvayət olunmuşdur və hər bir müsəlman buna xüsusi önəm verməlidir. İkincisi, insan qəlblə bağlı olan elmi, qəlbin əməllərini, onun islahının əhəmiyyətini, alimlərin qəlb əməlləri, qəlb tərbiyəsi və qəlb xəstəlikləri barəsində olan kitablarını oxumalı və öyrənməlidir. Elm bir nurdur, sahibi üçün işıqdır. Bəndə qəlbin önəmini, təhlükəsini və onun nəticələrinin nə qədər mühüm olduğunu dərk etdikdə, bu onu Allahın izni ilə qəlbinin islahına sövq edəcək. Çünki elm həqiqətən də bir nurdur. Peyğəmbər Allahın ona salavat və salamı olsun buyurmuşdur: elm yalnız öyrənməklə, helm, yəni təmkinlilik isə özünü təmkinli aparmaqla əldə edilər. Bu hədisdə elm, helmdən əvvəl zikr edilmişdir. Çünki elm insanın getdiyi o xeyirli yolu bəzəyir və gözəlləşdirir. Üçüncüsü, nəfs ilə mübarizə aparmaqdır. Uca Allah buyurur: bizim yolumuzda cihad edənləri mütləq öz yollarımıza yönəldəcəyik. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: mücahid o kəsdir ki, Allah yolunda öz nəfsi ilə mübarizə aparır. Yəni, insan nəfsi ilə mübarizə aparmalı, ümidsizlik, məyusluq və buna bənzər qəlb xəstəliklərinin ona hakim olmasına imkan verməməlidir. Əksinə, nəfsi ilə mübarizə apararaq xeyrə nail olmağa və uca mərtəbələrə çatmağa çalışmalıdır. Dördüncüsü, xeyirli insanlarla birlikdə olmaq və xeyir məclislərində iştirak etməkdir. Çünki onlar elə bir qövmdür ki, onlarla oturan bədbəxt olmaz. Uca Allah buyurur: Rəbbinin rizasını diləyərək ona dua edənlərlə birlikdə səbirli ol. Nəfsini xeyir, fəzilət və şərəf sahibləri ilə ünsiyyətə alışdır. Onlarla yoldaşlıq qənimət kimidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: kişi dostunun dinindədir. Elə isə hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin. Beşinci və sonuncu məsələ isə daim axirəti xatırlamaqdır. Çünki qəlb Allahın nəzər saldığı yerdir və qul qiyamət günü qəlbində olanlara görə hesaba çəkiləcəkdir. Məhz buna görə uca Allah buyurmuşdur: ancaq Allaha sağlam qəlblə gələnlərdən başqa.